Salam əziz izləyicilər, bu gün sizlərlə qrupla bağlı bəzi vacib qaydalara baxacağıq ki, bu qaydaları bilsəniz, sizin testlərdə işiniz asanlaşacaq. İndi isə keçək qaydalara. Bildiyimiz kimi bilirik ki, 7 dövr var, 8 qrup var və qrupun özü də 2 yerə bölünür. Əsas yarım qrup elementləri və əlavə yarım qrup elementləri. Testlərdə adətən əsas yarım qrup elementlərindən sual düşür. Gəlin indi keçək əsas yarım qrup elementlərinin xassələrinə. Yadınızda saxlayın, birinci əsas, ikinci əsas və üçüncü əsas yarım qrup elementlərində hidrogen və bor olmaqla qalan hamısı metallardır. Və bunların sıra nömrəsində bilsəniz daha yaxşı olar. Bilirik ki, hidrogenin sıra nömrəsi 1-dir, borun sıra nömrəsi də 5-dir. Nəyə görə sıra nömrəsini bilsəniz yaxşıdır? Məsələn, X bir element çalar, sıra nömrəsi 5. Baxarsınız ki, bu konfigurasiyada qrupu 3-cü əsas yarım qrupa düşür. Yəqin metaldır. Xeyr, artıq biz bilirik ki, bu 5 bora uyğundur, yəni istisna olaraq qeyri-metaldır. Qalanların hamısı isə metaldır. Yəni, birinci əsas yarım qrupda litium, natrium, kalium, ribidium, sezium, fransiyum. Hər qrupda bir neçə element var ki, onların sıra nömrəsini bilsəniz sizin üçün daha yaxşı olar. Məsələn, birinci əsas yarım qrupda litium, natrium, kalium. Bunların sıra nömrələrini bilmək sizin üçün bir plusdur. Məsələn, necə rahat yadda saxlamaq olar? Biz bilirik ki, litiumun sıra nömrəsi 3-dür. Bunu öyrənmək asandır. Digərləri isə artıq bir-birindən 8 vahid fərqlənəcəkdir. Belə ki, natrium ondan 8 vahid çox, yəni 11-ə bərabər olacaq. Kalium isə 8 vahid çox, sıra nömrəsi 19-a bərabər olacaqdır. Keçirik ikinci əsas yarım qrupda. Berelium, magnezium, kalsium, stronsium, barium, radium. Burada da əsas berelium, magnezium, kalsium elementlərinin sıra nömrəsini bilmək daha yaxşı olar. Necə yadımızda saxlaya bilərik? Baxın, litiumdan sonra berelium gəlir. Onu zaten biləcəyik ki, sıra nömrəsi 4-dür. Digərləri yenə 8 vahid qədər fərqlənəcək. Yəni magnezium 12, kalsium isə 20-yə bərabər olacaqdır. Və gördüyünüz kimi hamısı ikinci əsas yarım qrupda metaldır. Üçüncü əsas yarım qrupda bor istisna olmaqla bunu bildik. Sıra nömrəsi 5-dir. Digərlərində isə yenə 8 qədər fərqlənəcəkdir. Yəni alüminium, qalium, indium və talium elementi. Burada bizə əsas alüminium elementi lazımdır ki, onu da bilirik ki, sıra nömrəsi 13-ə bərabərdir. 4-cü əsas yarım qrupdan 7-ci əsas yarım qrupa gəldikdə isə artıq qeyri-metallar artır, metallar isə başlayır azalmağa. Və artıq bu əsas yarım qruplarda bizə əsas qeyri-metallar lazım olacaq. İmtahanda da daha çox qeyri-metallarından sual düşür. Gəlin bəs baxaq görək ki, bu əsas yarım qrupda bizə vacib hansı elementlər lazımdır. Baxın, 4-cü əsas yarım qrupda bizə vacib karbon və silisium elementi lazım olur. Karbonun sıra nömrəsi zaten bilirsiniz ki 6-dır. Silisium ondan 8 vahid çox, yəni 14-ə bərabərdir. 5-ci əsas yarım qrupda isə bizə əsas vacib azot və fosfor lazımdır. Azotun sıra nömrəsini bilirsiniz ki 7-dir. Fosfor ondan 8 vahid çox, yəni 15-ə bərabərdir. 6-cı əsas yarım qrupda bilirsiniz ki oksigen var. Oksigenin sıra nömrəsi 8-dir. Kükürt isə ondan 8 vahid çox, 16-ya bərabərdir. Bilirsiniz ki 7-ci əsas yarım qrupda yerləşən elementlərə biz halogenlər deyirik. Halogenlər hansılar daxildir? Flor, xlor, brom, yod, aset. Ancaq bunlardan da bizə vacib olan elementlər flor, xlor, brom, yod. Bunların isə sıra nömrəsində bizə lazım olacaq elementlər flordan xlor lazım olur. Florun sıra nömrəsi bilirsiniz ki 9-dur. Xlor isə ondan 8 vahid çox, 17-ə bərabərdir. Digərləri isə sıra nömrəsini əzbərləməyə ehtiyac yoxdur. Yəni bizə sual düşdükdə əsasən dediyim elementlərdən sual gəlir. İndi isə keçək qrup üzrə xassələrə. Deməli yadınızda saxlayın. Birinci əsas yarım qrupdan 7-ci əsas yarım qrupa qədər maksimum valentlik və maksimum oksidaşma dərəcəsi dedikdə qrup nömrəsinə bərabər olur. Əlbəttə ki, istisnalarımız var. Bundan da danışacağıq. Birinci, ikinci, üçüncü əsas yarım qrup elementlərində maksimum valentlik OH qrup nömrəsinə bərabərdir. Həmçinin sabit valentlik göstərirlər. Yəni, məsələn, birinci əsas yarım qrup elementlərinin valentliyi sabit olaraq 1-ə bərabərdir. İkinci əsas yarım qrupda sabit olaraq 2-ə bərabərdir. Üçüncü əsas yarım qrupda isə sabit olaraq 3-ə bərabərdir. Həmçinin maksimum oksidaşma dərəcəsi də qrup nömrəsinə bərabərdir. Minimum oksidaşma dərəcəsi isə metallar olduqları üçün, qeyri-metallar istisna olmaqla 0-a bərabər olacaqdır. Yəni, birinci, ikinci və üçüncü əsas yarım qrup elementləri valentli olaraq da, oksidaşma dərəcəsi olaraq da sabit bir rəqəm göstərirlər. 4-dən artıq 7-ci əsas yarım qrupa qədər gəldikdə isə qeyri-metallar olduğu üçün bunlarda valentlikdə müxtəlif valentlik göstərir, həmçinin oksidaşma dərəcəsi də. Lakin qayda olaraq yenə eynidir. Maksimum valentlik və maksimum oksidaşma dərəcəsi qrup nömrəsinə bərabər olur. Gəlin məsələn bir-bir qruplara nəzər yetirək, həmçinin istisnalara da baxaq. 4-cü əsas yarım qrupda dedik əsas 2 element lazımdır. Karbon, silisium və bunların
maksimum oksidaşma dərəcəsi müsbət 4-dür, maksimum valentlik də 4-ə bərabərdir. Minimum oksidaşma dərəcəsi isə qeyri-metal olduğu üçün artıq qaydamızda nə edirik? Qrup nömrəsinə 8-i çıxırıq. Yəni 4-dən çıxırsınız 8-i bərabərdir -4. Minimum deməli oksidaşma dərəcəsi -4-ə bərabərdir. Keçirik 5-ci əsas yarım qrupa. 5-ci əsas yarım qrupda yenə ümumi olaraq maksimum valentlik qrup nömrəsinə uyğun, yəni 5-ə bərabərdir. Həmçinin maksimum oksidaşma dərəcəsi də müsbət 5-ə bərabərdir. Minimum oksidaşma dərəcəsi isə burada yenə nə edirik? Qrup nömrəsinə 8-i çıxırıq. 5-dən 8 çıxanda yəni -3-ə bərabərdir. Lakin istisna elementlərimiz var. Bunlar hansılardır? Bunlara fon elementləri deyirik ki, maksimum valentliklə qrup nömrəsi üst-üstə düşmür. Gəlin baxaq. Məsələn, burada gördüyünüz kimi azotdur. Azotun maksimum valentliyi 4-ə bərabərdir. Gördüyünüz kimi qrup nömrəsindən uyğun gəlmir. Amma oksidaşma dərəcəsində fərq yoxdur. Keçirik 6-cı əsas yarım qrupda. Əsas lazım olacaq elementlər oksigen, kükürdür. Yəni ümumi olaraq maksimum valentlik 6-dır, maksimum oksidaşma dərəcəsi müsbət 6-dır, minimum oksidaşma dərəcəsi 6-8, yəni -2-yə bərabərdir. Yenə də istisna olaraq oksigenda isə maksimum valentlik 2-yə bərabərdir. 3-ü qeyd etmirik, çünki 3 istisna olaraq bir birləşmə də göstərir. Həmçinin oksigenda yadınızda saxlayın ki, oksidləşmə dərəcəsi də qrup nömrəsindən düşmür. Yəni oksidaşma dərəcəsi fikirləşirik ki, müsbət 6 olmalıdır, amma müsbət 2 oksidləşmə dərəcəsi göstərir. Bunları dəftərinizdə qeyd etsəniz daha yaxşı olar. İndi isə keçirik 7-ci əsas yarım qrup elementlərinə. 7-ci əsas yarım qrup elementləri bizə əsas lazımdır. Flor, xlor, brom, yod. Deməli, maksimum valentlik ümumi olaraq 7-dir, maksimum oksidaşma dərəcəsi müsbət 7-dir, minimum oksidaşma dərəcəsi isə 7-8, yəni -1-ə bərabərdir. Burada da istisna olan elementimiz flordur. Belə ki, maksimum valentlik 1 valentlik göstərir. Qrup nömrəsinə uyğun göstərmir. Həmçinin flor yadında saxlayın, sabit olaraq bir valentlik göstərir. Digər halogenlərdə isə valentlik artıq dəyişir. Oksidaşma dərəcəsi də həmçinin istisna olaraq dəyişir. Belə ki, əslində fikirləşir ki, maksimum oksidaşma dərəcəsi müsbət 7 göstərməlidir. Lakin flor sadəcə birləşmələrdə -1 oksidaşma dərəcəsi göstərir. Əgər bu videonu bəyəndinizsə, dostlarınızla paylaşmağı və yorumda şərh yazmağı unutmayın.